Əl çəkin bu cəmaatın eybindən, əl çəkin bu cəmaatda səhv tutmaqdan. Nə var bu cəmaata bir-birinizdən ayıb tutursunuz, səhv tutursunuz? Niyə əl çəkmirsiniz bir-birinizdən deyir səhv tutmaqdan? Səhv tutmayın da bir-birinizdən. Siz xeyir işdə yarışın qalan şeylər deyir düzələcəkdir. Bundan gözəl həyat var. Əl çəkin bu cəmaatın eybindən, əl çəkin bu cəmaatda səhv tutmaqdan. O düz deyil, bu səhvdir. Bunun yaşayışı düz deyil. Və ələl xüsusda İmam Cavad əleyhissalamdan bir hədis deyim, tamamlayım sözümü ki, ələl xüsus İmam Cavad əleyhissalam deyir ki, cahillər sussalar insanlar arasında nifaq yaranmaz. Dərdi burasındadır ki, cahil danışır. Bilməyən bilmədiyi temadan danışır. Bilməyən bilmədiyi mövzunun haqqında danışır, özü də əllamə kimi danışır. O dərdi budur.